Əhalinin yerli özünü idarə etmədə iştirakı. Əhali yerli problemlərin həllində bələdiyyələrlə əməkdaşlıq etməli, ictimai rəyin və maraqların qorunmasına, eləcə də büdcə vəsaitlərinin düzgün xərclənməsinə nəzarətdə fəal iştirak etməlidir. Əhalinin yerli özünü idarə etmədə iştirakı bir sıra hüquqlardan istifadə etməklə həyata keçirilə bilər. Bunlar yerli rəy sorğusunda iştirak etmək, bələdiyyə aktları yaratmaq təşəbbüsü, bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə müraciət, yerli özünü idarənin həyata keçirilməsində məhəllə komitələrinin, assosiasiyalarının, xeyriyyə təşkilatlarının yaradılmasıdır. Yerli özünü idarə etmə orqanlarının fəaliyyətində əhalinin iştirakı, həmçinin ictimai iştirakçılıq formasında ictimai müzakirə, ictimai dinləmə, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, ictimai şura və digər formalarda ola bilər. İctimai iştirakçılıq haqqında qanuna əsasən yerli özünü idarə etmə sahəsində ictimai iştirakçılıq bir sıra məqsədlərlə həyata keçirilir. Bunlar yerli özünü idarə etmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, yerli özünü idarə etmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, yerli özünü idarə etmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi və s. Bələdiyyələr qərarlar qəbul edərkən əhaliyə göstərilən xidmət səviyyəsinin və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədi ilə ictimai rəyi, ictimai maraqları nəzərə almalı, ictimai iştirakçılığı genişləndirməli, öz fəaliyyətini əhalinin mənafeyinə, tələb və təkliflərinə uyğun həyata keçirməlidirlər.